Dear friends, we have an amazing news for you. Soon we will travel to the colorful and interesting world of Azerbaijani history. But we will not do it alone. Heroes from the past will be with us. A great opportunity to get acquainted with them and to meet historical moments step by step. Marvelous adventures are waiting for you because learning history has never been so interesting. Animations will help you discover new information, feeling every historical moment, and reveal amazing secrets. Every animation will be a lesson. Every lesson will be a tale. Be ready. Thrilling animations will take you to a magic world. Let's learn our past and acquire knowledge for our future. Are you ready? Biri vardı, biri yoktu. Qədim zamanlarda günəşin ilk şəfəqlərindən tutmuş ulduzların parıltısına qədər geniş bir diyarda Azərbaycan adlı seyirli bir ölkə var idi. Bu yurt Dərbətdən Zəncana, Həmədana qədər uzanır. İçindən Araz adlı böyük, mehriban bir çay axırdı. Bu çay torpağı iki yerə ayırsa da, insanların ürəyi hər zaman birdir. Biri Şimal Azərbaycan, biri isə Cənubi Azərbaycan adlanırdı. Bu torpaqlarda bir zamanlar Səfəvilər, Ağqoyunlular, Qaraqoyunlular kimi igid türk dövlətləri yaşayırdı. Onlar həm ölkələrini qoruyar, həm də şərqin ən güclü dövlətlərindən olardı. Lakin gün gəldi. Yad ellərdən böyük qüvvələr Qafqaza göz dikdi. Azərbaycanın birliyi pozuldu. Xanlıqlar yaranmağa başladı. Sonra isə Çar Rusiyası və Qacar dövləti arasında uzun-uzadı döyüşlər oldu. Türkmənçay adlı sərt bir müqavilə ilə Azərbaycan torpaqları parçalandı və çoxlu ailələr doğma yurdlarından köçürüldü. Zaman keçdi. 20-ci əsrin əvvəllərində xalqımız yenə çətin günlər yaşadı. Ermənilərin daşnaq dəstələri Şimali Azərbaycanda günahsız insanlara zülm etdi. 1918-ci ilin mayında isə Azərbaycan qəhrəmanları bir araya gələrək Azərbaycan Xalq Cümhuriyyətini qurdu. Bu, Şərqin ilk demokratik respublikası idi. Lakin bu xoşbəxtlik uzun sürmədi. 1920-ci ildə Bolşeviklər gəldi. Cümhuriyyət süqut etdi. Azərbaycan SSR quruldu və onun bəzi torpaqları başqalarına verildi. Az sonra minlərlə Azərbaycanlı doğma evlərindən deportasiya edildi. Daha sonra ermənilər yenidən Qarabağa sahib olmaq üçün məkirli planlar qurdu. Xalq ayağa qalxdı, azadlıq istəyini ucaltdı. Lakin 1990-cı ilin qanlı yanvar gecəsi Bakıda günahsız insanlar qətlə yetirildi. Amma xalq bu qorxunc gecədən daha da güclü çıxdı. 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini elan etdi. Amma Qarabağda düşmən hücumları dayanmadı. Xocalda çox ağır bir faciə baş verdi. Dəyərli insanlar itirildi. Xalq böyük bir sınaqdan keçdi. 1993-cü ildə Heydər Əliyev yenidən xalqın köməyinə çatdı. Ölkədə sabitlik yaratdı. Sonra illər keçdi və Azərbaycan güclənməyə başladı. Gün gəldi. 2020-ci ildə Azərbaycan ordusu 44 gün ərzində igidlik göstərərək Qarabağı azad etdi. Şuşa qalasından üç rəngli bayraq dalğalananda bütün Azərbaycan sevincə boğuldu. Sonra isə işğal altında qalan digər torpaqlarda bir-bir geri qaytarıldı. 2023-cü ildə isə separatçı qruplar son dəfə təxribat etməyə çalışdılar. Amma Azərbaycan güclü idi. Qısa bir əməliyyatla torpaqlar tam azad edildi. Bugün Qarabağda yenidən həyat başlayır. Ağıllı kəndlər, ağıllı şəhərlər salınır. İnsanlar öz doğma yurtlarına qayıdır. Və beləcə bu qədim diyar Azərbaycan torpaqları yenə öz nağılındakı kimi azad, güclü və sülh dolu bir yurt olaraq yaşayır.